Salam dostlar. Bugün gəlmişəm 28 Mall Ticarət Mərkəzinin -1 mərtəbəsində yerləşən Deisman necə oxunur düzgün mağazasına və burada həm özüm üçün ayaqqabı baxmaq istəyirəm, həm də sizə göstərmək istəyirəm. Bu ayaqqabıları çox bəyəndim, yay üçün istəyirdim alım, amma təəssüf ki 38 ölçü yox idi. Qara rəngi və ölçü olmadığından xaki rəngini götürmək istədim, amma onun da ölçüsü olmadı. Bundan öncə gördüyünüz salat rəngi hətta 25 manataydı. Bej rəngi də var. Mən biraz tünd rəng istəyirdim. Təəssüf ki, mənim ölçüm olmadı. Baxın, necə gözəl modellərdir. Keyfiyyətindən heç nə deyə bilmərəm. Bu ayaqqabını da çox bəyənmişdim. Bunun biraz üst hissəsi, mənim ayağım nazikdir, biraz boş oldu. Görürsünüz, krasovkalar da var. Gözəl basanoşkalar var. Çox qəşəngdir. Yəni ki, üzdən də çox keyfiyyətli görünür. Amma heç vaxt heç nə buradan alıb giyinməmişəm. Ona görə keyfiyyət barədə heç nə deyə bilmərəm. Çox böyük seçim var. Axşam ziyafət ayaqqabıları. Baxın, uşaqlar üçün də, görün qızlar üçün nə qədər gözəl seçim var yay ayaqqabılarına. Yəni ki, uşaqlar üçün. Mən burada qiymətləri də çalışıram sizə göstərim. Qiymətlər hardasa 25 manatdan yuxarıdır. Mən özüm üçün almaq istədiyim ayaqqabılar 40 manat idi. Burada 60 manata, 80 manata. Yəni ki, çox gözəl ayaqqabılardır. Həm oğlanlar üçün uşaq ayaqqabıları. Yəni böyüklər üçün də var, həm kişilər üçün. İndi göstərəcəm sizə krasovkaları. Bunu uşaqlar üçün göstərirəm. Çeşidləri ki, yəni ki, seçim var. Bu da ziyafət, yəni ki, hündürdaban ayaqqabılardır. Müxtəlif modellər var. Burada lak modelləridir. Çox qəşəng şık görünür məncə bu ayaqqabı. Kim hündürdaban geyinirsə, yəni nə qədər geyinməsək də gündəlik həyatda, amma toydum, hansısa bir ziyafətdir, ora məcbur paltara uyğun geyinirik. Hündürdaban. Burada da krasovkalardır. Gördüyünüz kimi. Yəni ki, seçim çoxdur. Mən bütün mağazanı çəkmədim. Özünüz gəlin, seçim edin.